Hörmətli dinləyicilər, əziz müəllimlər, dəyərli valideynlər və məktəbimizin fədakar şagirdləri. Bugün sizləri Gələcəyin İşığı FM-in radiosunun dalğalarında xüsusi bir mövzuda salamlayıram. Mən Rəhimli Şeyda, 10 sinif şagirdi. Sizi qəlbin və ruhun incə tellərinə toxunan bir mövzunu paylaşmağa dəvət edirəm. Bugünkü verilişimizin diqqət mərkəzində 23 yanvar əl yazısı günüdür. Bugün yalnız bir tarix kimi qeyd edilmir. Bu, mədəniyyətimizin, təhsilimizin, eləcə də şəxsiyyətimizin ifadəsi olan əl yazısının dəyərini anlamaq və onu gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli bir fürsətdir. Əl yazısı, insanın daxili dünyasının aynası, düşüncələrin kağız üzərində həyat tapdığı bir sənət formasıdır. Tarix boyunca yazının rolu yalnız məlumatı ötürməkdən ibarət olmayıb. O, həm də mədəni kimliyimizin qorunması, fikir və duyğuların nəsillər arası daşınması üçün mühüm vasitə olmuşdur. Elm adamlarının araşdırmalarına görə, əllə yazmaq beyində həm motor, həm də koqnitiv fəaliyyətləri eyni anda aktivləşdirir, yaddaşı gücləndirir və yaradıcılıq qabiliyyətini artırır. Müxtəlif statistikalara baxaraq, məktəblərdə əl yazısı ilə yazma təcrübəsi inkişaf etmiş, şagirdlərin tənqidi düşüncəsi və bacarıqlarının 30-35% yüksək olduğu müşahidə edilmişdir. Bu əl yazısının yalnız estetik deyil, həm də elmi cəhətdən əhəmiyyətli olduğunu göstərir. Tarixi faktlar göstərir ki, əl yazısı insan mədəniyyətində əvəzsiz bir rol oynayıb. Qədim dövrlərdə kitablar əl ilə yazılır. Sənədlər və müqavilələr xüsusi qələmlərlə təsdiqlənirdi. Bu yalnız bir üslub deyil, həm də bir hörmət və məsuliyyət ifadəsi idi. Hər bir hərf, hər bir cümlə müəllifin şəxsiyyətini, intellektini və incə duyğularını daşıyırdı. Azərbaycan tarixində əl yazısının hər yeri əvəzsizdir. Məktəblərimizdə mədəniyyət mərkəzlərində saxlanılan qədim əl yazmalar, şeir və nəsr nümunələri həm tarixi öyrənmək, həm də yazı sənətinin incəliklərini dərk etmək üçün unikal bir mənbədir. Məktəbimizin şagirdləri üçün əl yazısı yalnız bir yazı bacarığı deyil, həm də diqqət, nizam-intizam və estetik zövqün inkişaf etdirilməsi üçün mühüm vasitədir. Biz Yuxarı Nüvədi Kənd Orta Ümumi Təhsil Məktəbi olaraq hər bir şagirdlərimizdə bu bacarığı təkmilləşdirmək üçün müxtəlif müsabiqələr və layihələr həyata keçiririk. Məsələn, son 2 ildə keçirilən əl yazısı ilə incəsənət müsabiqəsində şagirdlərimizin 75% yüksək nəticə göstərmiş və əl yazısının gözəlliyi ilə həm müəllimlərimizin, həm də valideynlərin rəğbətini qazanmışdır. Bu faktda əl yazısının bugünkü təhsil sistemində nə qədər vacib olduğunu bir daha təsdiqləyir. Əl yazısının inkişafı həm də dilimiz və ədəbi irsimiz üçün vacibdir. Azərbaycan dili zəngin söz ehtiyatına, mürəkkəb qrammatik quruluşa malikdir. Bu dili düzgün və estetik cəhətdən gözəl yazmaq, onun qrammatik və leksik zənginliyini tam şəkildə ifadə etmək, əl yazısının bacarıq və incəliyini tələb edir. Əslində, hər bir şagirdin yazısı onun şəxsiyyətinin və mədəni səviyyəsinin güzgüsü kimi çıxış edir. Bu səbəbdən əl yazısının qorunması və inkişaf etdirilməsi yalnız fərdi nailiyyət deyil, həm də milli mədəniyyətimizin qorunması deməkdir. Elm və təhsil sahəsində aparan tədqiqatlar göstərir ki, əl ilə yazma bacarığı karyera inkişafında da müsbət təsir göstərir. Müxtəlif şirkətlərin və akademik müəssisələrin müşahidələrinə əsasən, əl yazısı ilə qeyd aparan və məlumatları kağız üzərində işləyən işçilərin və tələbələrin məlumatı daha yaxşı yadda saxlaması, kritik analiz bacarıqlarının yüksək olması müşahidə edilmişdir. Beləliklə, əl yazısı yalnız incəsənət və estetik deyil, həm də funksional, və elmi cəhətdən əvəz olunmaz bir bacarıqdır. Məktəb radiosu olaraq biz bugün həm də əl yazısının əhəmiyyətini pratik nümunələrdə göstərmək istəyirik. Şagirdlərimizin hazırladığı qısa təqdimatlar, əllə yazılmış şeir və esse nümunələri efirimizə yayımlanacaq. Bu nümunələr həm əllə yazma bacarığını, həm də yaradıcılıq potensialını əks etdirir. Həmçinin məktəbimizdə aparılan sorğular göstərir ki, şagirdlərimizin 68%-i əl yazısını inkişaf etdirmək üçün əlavə məşqlərə ehtiyac olduğunu bildirir. Bu, əl yazısının davamlı olaraq öyrənilməsinin və təkmilləşdirilməsinin vacibliyini bir daha ortaya qoyur. Bugünkü verilişdə biz həmçinin əl yazmasının tarixini və mədəni kontekstini əhatə edən
məlumatlar da təqdim edəcəyik. Azərbaycan ədəbiyyatında və tarixi sənədlərdə əlyazmaların rolu böyükdür. Məktəbimizin kitabxanasında saxlanılan və qədim nüsxələr kimi qorunan əlyazmalar şagirdlər üçün təkcə bir öyrənmə mənbəyi deyil, həm də mədəni irsimizin canlı şahididir. Bu irsi qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Əl yazısı həm də psixoloji inkişaf üçün əvəzsizdir. Araşdırmalar göstərir ki, uşaqlar əl yazısı ilə məşğul olduqda motor bacarıqları inkişaf edir, həm də diqqət və konsentrasiya səviyyəsi yüksəlir. Həmçinin emosional zənginlikləri artırır. Belə ki, hər bir yazı, hər bir hərf uşağın daxili dünyasını ifadə etmək üçün bir vasitədir. Müəllimlərimiz də bu sahədə şagirdlərlə dəstək olaraq onlardan yazı üslubunu inkişaf etdirməyə böyük əhəmiyyətlər verir. Hörmətli dinləyicilər, bugün efirimizin sonunda vurğulamaq istəyirəm ki, əl yazısı bizim milli kimliyimizin, mədəni zənginliyimizin, intellektual potensialımızın həm təməl daşıyır. Hər birimizin məqsədi bu qiymətli bacarığı qoruyub inkişaf etdirmək, həm də özümüz, həm də gələcək nəsillər üçün ona əhəmiyyətini artırmaqdır. Sonda isə qeyd edib ki, bugün verilişimiz Gələcək İşığı FM-in 390-cı buraxılışıdır. Və biz bu buraxılışla bir daha əl yazısının incəliklərini, estetik və elmi tərəflərini diqqətinizə çatdırırıq. Efirimizdə bizimlə olduğunuz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Hər bir şagirdə, müəllimə və valideynə əl yazısının incəliklərini araşdırmaqda uğurlar diləyirəm. Sizin diqqətiniz, marağınız və dəstəyiniz əl yazısının yaşaması, inkişafı üçün ən böyük dəstəkdir. Sonda isə bir daha xatırladım. Hər bir hərf, hər bir cümlə sizin daxili dünyanızı və mədəni zənginliyinizi əks etdirən bir aynadır. Mən Rəhimli Şeyda Onasinin şagirdim. Sizlərlə sağollaşaraq, əl yazısının dəyərini anlamaq və qorumaq yolunda uğurlar arzulayıram. Sağ olun, qulaq asdığınız üçün təşəkkür edirəm. Gələcək İşığı FM-də növbəti buraxılışlarda yenidən görüşmək ümidi.